Hər vaxtınız xeyir olsun. İnşallah sizlərlə bugün yerin öz ətrafında hərəkəti Dövlət İmtahan Mərkəzindən testlərinə ilk 60 testə baxacağıq. Testlərimizdən ümumilikdə deyək ki, yerin öz ətrafında hərəkəti və onun nəticələri haqqında qısaca məlumat versək, yerin iki cür hərəkəti var. Bir öz ətrafında hərəkəti, bir də Güneş ətrafında hərəkəti. Yerin öz ətrafında hərəkəti nəticəsində sutka dediyimiz anlayış yaranır, vaxt fərqi yaranır. Bir sutkamız 24 saatdır təqribən və bu zaman briz küləkləri yaranır, föhn küləkləri, dağ-dərə küləkləri yaranır, sutkalıq temperatur amplitudası yaranır, saat qurşaqları və s. kimi hissələr yaranır. İndi isə keçək testlərimizə və başlayaq ilk testimizdən. Bizə deyir A və B məntəqələr üçün fərqli cəhəti tapın. Baxırıq ki, A və B məntəqələri fərqli meridian, amma eyni coğrafi enlikdədir. 40 dərəcəlik cənub enliyindən söhbət gedir. A variantında günəş şüalarının düşmə bucağı deyir. Xeyr, əgər eyni enlikdədirsə günəş şüaları bərabər düşər. Şimal qütbündən olan məsafə eynidir. Ekvatora olan məsafə, baxın, eynidir. Yerli vaxt. Biz deyirdik ki, yerli vaxt eyni meridian üzərində olan vaxt. Amma mən burada A və B məntəqələrinə baxıram ki, bunlar fərqli meridianlar üzərindədir. Demək, bunların yerli vaxt anlayışı fərqlidir. Onda bizim testimizin doğru cavabı olar D variantı. Cənub qütbündən olan məsafə, Cənub qütbündən biz 40 şimal enliyinə getsək, hər ikisində 50 dərəcə yol getmiş olarıq. Kilometrlə desək 5550 kilometr yol gedərik. Yəni fərqli deyil, uzun sözün qısası. Daha sonra doğru cavabımız D variantı oldu. İkinci suala nəzər yetiririk. Deyir ki, bütün saat qurşaqlarında yerləşən materik. Baxın, elə bu şəkildə sizə bir şey deyək. Baxın, bu birinci sualın şəklinə baxaq. Bütün saat qurşaqlarında yerləşmək o deməkdir ki, onu bütün meridianlar kəssin. Və mən bundan qabaqki videomu izləsəz, YouTube-da da var. Orada qeyd etmişəm ki, bütün meridianlar gedir coğrafi qütblərimizdə birləşir. Deməli, bizim coğrafi qütblərimiz bütün saat qurşaqlarında yerləşirlər. Eyni zamanda şimal buzlu okeanı şimalda yerləşdiyinə görə, Antarktida da cənub qütbünə yaxın yerləşdiyinə görə bütün meridianlar bu əraziləri kəsib keçir və bütün saat qurşaqlarında yerləşirlər. Bizdən də burada bütün saat qurşaqlarında yerləşən materiki istədiyinə görə doğru cavab C variantı. Yəni Antarktida materiki olar. Üçüncü sual 21 mart tarixində aralarındakı məsafənin bir neçə 100 kilometr olmasına baxmayaraq iki müxtəlif şəhər arasında vaxt fərqinin olmamasının səbəbini istəyir bizdən. Baxın, hər hansı bir A şəhəri yerləşsin 40 şimal enliyində, B şəhəri isə yerləşsin 50 dərəcəlik cənub enliyində. Bunlar arasında bir xeyli məsafə fərqi var. Amma heç bir vaxt fərqi yoxdur. Niyə? Çünki bir meridian üzərindədir. Eyni meridian üzərindədir yoldaşlar. Buna görə. Burada da biz deyir ki, baxın Y variantına eyni meridian üzərində yerləşir. Mən daha digər variantları xırdalamıram. Hər ikisi ekvator üzərində. Xeyr, ekvator üzərində ola bilər fərqli meridianlar olsun. Qonşu meridian avtomatik vaxt fərqi müxtəlifdir. Eyni yarım kürədə olsa da fərqli meridian üzərində ola bilərlər. Eyni paralelin də buna heç bir əhəmiyyəti yoxdur. Deməli, nə dedik biz? Deməli, bunlar hər ikisi eyni meridian üzərində olmalıdır. Daha sonra keçid alaq 4-cü suala. 4-cü sualda bizdən nə istəyir? 16-cı saat qurşağı üçün qəbul edilən orta meridianı istəyir bizdən. Baxın, 16-cı saat qurşağında biz belə bir şey demişdik ki, saat qurşaqları 1-11 arası olduqda bunlar yerləşir şərq yarımkürəsində. Şərq yarımkürəsində yerləşən saat qurşaqlarının orta meridianını tapmaq üçün bizə verilən saat qurşağını biz 15 dərəcəyə vurmaqla düzgün cavabı tapırıq. Amma
13 və 23-cü saat qurşaqları yerləşir qərb yarımkürəsində. Bu zaman bizə verilən saat qurşağını birinci növbədə 24-dən çıxırıq, sonra vururuq 15 dərəcəyə. Bundan sonra doğru cavabı biz tapırıq. İndi baxaq. 16-cı saat qurşağının orta meridianını soruşur bizdən. 24 çıxılsın 16. 24-dən 16-nı çıxıram, qalır 8. 8 vururam 15-ə, edir 120 dərəcə. 120 dərəcə. Baxın, 120 dərəcə. Baxın, 120 dərəcə. Mən dedim ki, 13 və 23-cü saat qurşaqları qərb yarımkürəsində. Ona görə bu olur qərb uzunluğu. 13-dən 23-ə qədər bütün saat qurşaqlarının sonuna biz qərb uzunluğu yazarıq. Doğru cavab olar D variantı. 11-ci saat qurşağı üçün qəbul edilən orta meridian istəyir bizdən. Baxın, 1-11 arasındadırmı? Şərq yarımkürəsində yerləşir. Mən nə edirəm? Sadəcə 15-ə vururam bunu. 11 vurulsun 15. 11 vurulsun 15 dərəcə. 165 dərəcə şərq uzunluğu. Çünki 1-ci saat qurşağından 11-ci saat qurşağına qədər bütün saat qurşaqları şərq yarımkürəsində yerləşir. 13-cü saat qurşağı üçün qəbul edilən orta meridianı istəyir bizdən. Baxın, 13. 13-ü hara yazmışam? Qərbə yazmışam. Dedik ki, qərbdə olanda 24-dən çıxırıq. 24 çıxılsın 13, edir 11. 11-i vururam 15-ə, edir 165. Amma qərb uzunluğu. Deməli, bayaq 165 şərq yazmışdıq, çünki bu 11-ci saat qurşağı idi. Bu səfər isə 165 qərb uzunluğu oldu. 7-ci suala nəzər yetirək. Hansı paralel üzərində 222 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradar? Yoldaşlar, biz bilməliyik ki, baxın, belə bir şey çəksək, qütüblərə yaxın bizim meridianlarımız bir-birindən yaxın keçir. Daha yaxın keçir. Ona görə mən qütbə yaxın 222 kilometr məsafə getsəm, daha çox meridianın üstündən aşıb keçərəm. Bu da daha çox yerli vaxt deməkdir. Ona görə mən şimal qütbünə daha yaxın, ən yaxın olan məsafəni götürməliyəm. 50, 60, ekvator 10, 80 arasından qütb ən yaxını 80 dərəcə şimal enliyidir. 8-ci sualda deyir ki, aşağıda verilən paralellərdən hansının üzərində 222 kilometr məsafə daha az yerli vaxt fərqi demək. Az vaxt deyirsə, ekvatora yaxın ərazilərdə meridianlar bir-birindən uzaq çəkilir deyə mən burada 222 kilometr məsafə getsəm, daha az meridian üzərindən keçərəm, daha az yerli vaxt görərəm. Bu da ekvatora daha yaxın və ekvatoru götürə bilərik. Burada 8-ci sualda sırf ekvatorun özün verib deyə daha başqa bir şeyə baxmağa ehtiyac yoxdur. Doğru cavab D variantı olar. Sonra davam edək. 9-cu sualda deyir ki, yeni sutkanın başlandığı saat qurşağı hansıdır? Təbii ki, 12-ci saat qurşağı olar. Çünki biz yeni sutkanı 180 dərəcəli meridiandan başladırıq və 180 dərəcə meridian da 12-ci saat qurşağında yerləşir. 22-ci saat qurşağı üçün qəbul edilən orta meridian. Nə edirik? Yadınıza salaq, 22-ci saat qurşağını tapmaq üçün 24 çıxılsın 22 bərabərdir 2, 2 vurulsun 15 bərabərdir 30 və son olaraq qərb uzunluğu. 30 dərəcəlik qərb uzunluğu bizim doğru cavabımız olar. Yenə deyirəm, 13 23 arası bütün saat qurşaqları qərb yarımkürəsində yerləşir və orta meridianı tapmaq üçün biz bunu 24-dən çıxırıq, vururuq 15-ə və sonuna qərb uzunluğu yazırıq. 11-ci suala nəzər yetirək. 11-ci sualda bizdən nə istəyir? Cədvəldə müxtəlif məntəqələrin coğrafi koordinatları verilmişdir. Bu cədvələ əsasən 21 martda Bakı ilə ən az yerli vaxt fərqinə malik olan məntəqələri bizdən istəyir. Biz Bakının 50 dərəcəlik şərq uzunluğunda yerləşdiyini bilirik. Ən az deyirsə biz Bakıya yaxın məntəqələri götürməliyik. Bakıya yaxın məntəqələr 50 şərq, məsəl üçün 55 şərq, 40 şərq uzunluğu bu civarda olsun. Baxıram, birincidə heç enliyə baxmıram. Mənə enlik lazım deyil.
saat qurşaqlarında adətən biz uzunluqla işləyirik. Ona görə uzunluqdan istifadə edirik. Saat qurşaqlarıdır, yerli vaxtı, bu tip məsələlərdə. Baxın 38 dərəcə qərb uzunluğu, 35. Qərb uzunluğu avtomatik Bakıdan uzaqdır. 38-42 şərq uzunluğu, bəli, Bakıya yaxın məntəqədir. 52-55 şərq uzunluğu, bəli, Bakıya yaxın məntəqədir. 45-50 qərb uzunluğu olmaz. 52-55 bu da qərb uzunluğu. Bəli, Bakıdan uzaqdır bunlar. Bakıya yaxın yerləşdi 2 və 3-cü məntəqəmiz. Bunlar da doğru cavab olaraq C variantında özünü göstərir. Sonra 12-ci sualda deyir ki, yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz ox ətrafında neçə dərəcə dönür? Baxın, mən bunu 2 yolla deyirəm. Baxın, 12-ci sualı buradan qeyd edirəm. Sual 12. Bunun birinci variantı nədir? Bunun birinci variantı odur ki, mən saatı çevirirəm dəqiqəyə. Baxın, 2 saat o deməkdir ki, 120 dəqiqə deməkdir də, düzdür. Burada da mənim 40 dəqiqəm var. Baxın, 2 saat 40 dəqiqə. 120 dəqiqə buradan aldıq, 40 dəqiqə də var idi. Bu ikisi bir yerdə edir 160 dəqiqə. 160 dəqiqə elədir. Mənə deyir ki, yer öz ox ətrafında neçə dərəcə dönər? Mən 160 dəqiqəni 4-ə bölməklə taparam ki, yer bu qədər müddətdə öz ox ətrafında neçə dərəcə dönər. Çünki tənasüb də qura bilərik də. Baxın, belə bir şey deyim sizin üçün. Yer 4 dəqiqəyə 1 dərəcə fırlanırsa, yaxşı, 160 dəqiqəyə nə qədər fırlanar? Buradan 4x bərabərdir 160, x bərabərdir 160 bölünsün 4. 16, deməli, burada edər 40 dərəcə. Deməli, yer kürəsi 40 dərəcə B variantıdır, doğru cavab. Amma indi baxın, mən burada sizə bunun ikinci variantında deyirəm. Deməli, birinci variantda saatı da çeviririk dəqiqəyə, dəqiqələri toplayıb bölürük 4-ə və alırıq doğru cavabı. İndi mən sizə bunun ikinci yolunu deyirəm. Yenə 12-ci sual bax, 12-ci sual, bax bu sual, söhbət bu sualdan gedir. İkinci variantı nədir bəs bunun? Yaxşı. Mən saatı bax 2 saat 15-ə vururam. Çünki 1 saata 15 dərəcə dönürsə, 2 saata nə qədər dönər yer kürəsi? Deməli, 2 saata dönər 30 dərəcə. Dəqiqəni də 4-ə bölərəm. Bayaqki söhbət. 40-ı bölərəm 4-ə, düşər 10 dərəcə. Və aldığım cavabları toplayaram. 30 dəqiqə və 10 dəqiqə bərabərdir. Dərəcə üzr istəyirəm. 30 dərəcə və 10 dərəcə dərəcələrini qeyd edək. 40 dərəcə olaraq aldım cavabı. Baxın, yenə B variantı. Yəni, hər iki variant sizə hansı rahat gəlirsə, sizə hansı daha uyğun gəlirsə, istifadə edə bilərsiniz. Bax, bu dediyim iki qaydadan da hər hansı birini istifadə edə bilərik. Daha sonra keçək 13-cü suala. 13-cü sualda bizdən nə istəyir? Deyir ki, 0 və 24-cü saat qurşaqlarının orta meridianlar arasında vaxt fərqi. Bu bir qədər bizi yanıldan bir sualdır. 0 həmçinin 24-cü saat qurşağı eyni saat qurşağıdır və bunların orta meridianı Greenwich xəttidir, yəni 0 dərəcədir və bunlar arasında heç bir saat fərqi yoxdur. Doğru cavab olar B variantı. 14-cü sualda deyir ölkə ərazisinin qərbdən şərqə doğru böyük məsafədə uzanması nəyə səbəb ola bilər? Baxın, Rusiya qərbdən şərqə doğru çox böyük məsafədə uzanır və bunu çoxlu meridianlar kəsib keçir. Deməli, burada çoxlu vaxt fərqi yaranır. Saat qurşaqları keçir və s. Ona görə də elə burada doğru cavab olar A variantı. A variantı olar. Ölkənin deyir ərazisini qərbdən şərqə doğru böyük, ölkə daxilində saat qurşaqlarının çox olması doğru cavab olar. Digər variantları oxumağa ehtiyac yoxdur. İqlim qurşaqlarının çox olmasına ola da bilər, olmaya da bilər. Daha çox təbii zona, bax bu da həmçinin həm ola bilər. Nisbi anlayışdır da bu. Yerləşdiyi ərazidən asılıdır. Şərqdən qərbə doğru tutalım ki, bir ərazi sırf məsəl üçün Antarktida materiki nə qədər şərqdən qərbə doğru uzun yerləşsin, ancaq Arktik iqlimdədir. Orada bir dənə təbii zona var, başqa yoxdur.
Yağıntılar bərabər paylanması. Xeyr, yağıntılar qərbdən şərqə doğru ola bilər ki, bunun qərb hissəsi dənizə yaxın olar, şərqi materikin içində olar. Qərbdən şərqə doğru fərqli olar. Əhalinin sıx yerləşməsi də bir qədər. Bunlar yenə deyirəm nisbi anlayışlardır. Özün doğrulda da bilər, doğrultmaya da bilər. Oldu. Doğru cavabımız 14-cü sualda Y variantı, A variantı oldu. Y variantı nə idi? Sonra keçid alaq, növbəti suallara baxaq. 15-ci suala baxaq. 15-ci sualda bizdən nə istəyir? Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 6-cı saat qurşağı və 23-cü saat qurşaqlarını bizə verib. Mən birinci növbədə 6-cı saat qurşağının orta meridianını tapıram. 6 vur 15 edər 90. Düzdür? 90 dərəcə özdə şərq uzunluğu. Bax, şərq uzunluğu. 23-cü saat qurşağını necə taparam? 23-cü saat qurşağı da üzr istəyirəm, 23 yox, 18-ci saat qurşağı. 18-ci saat qurşağını necə taparam? 24 çıx 18 6 6 da vurulsun 15 90 90 dərəcə qərb uzunluğu. Baxın, bu 60 dərəcə 90 dərəcə şərq, bu da 90 dərəcə qərb uzunluğu oldu. Deyir ki, Greenwich ilə qurşaq vaxt fərqi 6 saatdır. Bəli, bu hər ikisinə aid olan bir şeydir. Buraya yazıram 1. Çünki baxın, mən Greenwichdən ortadan bu tərəfə də getsəm 6 saat gedirəm, bu tərəfə də getsəm. Deyir, orta meridianı 90 dərəcə şərq uzunluğu. 90 dərəcə şərq uzunluğu 6-cı saat qurşağının olduğu. Yeni sutkanı Greenwich meridianına görə daha gec qarşılayır deyirsə, bu qərb yarımkürəsində yerləşməlidir. Yadımızda saxlayaq ki, şərqdə olan məntəqə həmişə qərbdə olan məntəqədən saat etibarı ilə qabaqdadır. Greenwichdə bu 90 dərəcə qərb uzunluğundan şərqdə yerləşir də, qabaqda yerləşir. Günü birinci görür. Lordildə desə, ona görə daha gec qarşılayır. Bax, bu məntəqə. Bura bir 3 qeyd edək. 3 yarım kürədə yerləşir. Demişdik ki, 0, 12 və 24-cü saat qurşaqlarından başqa digər bütün saat qurşaqları 3 yarım kürədə yerləşir. Ona görə bu bunların ortaq özəlliyi olar. 0, 12, 24, 4 yarım kürədə yerləşir. Amma deyir ki, qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidədir. Baxın, Bakının qurşaq vaxtı Bakı 3-cü saat qurşağında yerləşir. Bu da 6-cı saat qurşağı. Deməli 6 çıxılsın 3, 3. Deməli söhbət gedir 6-cı saat qurşağından. 4-ü yazıram bura. ABŞ və Kanadanı kəsib keçir. Söhbət gedir 18-ci saat qurşağından. 6-nı da bura qeyd edirəm. Deməli 1-ə uyğundur 2, 4. 1-ə uyğundur. Deməli 1-ə uyğundur 2, 4. Daha doğrusu 2, 4 yox 5. Üzr istəyirəm, 4 bura yazmışam 5. Bu 5-ci idi də. Baxın, qurşaq vaxtı Bakının qurşaq vaxtının 3 saat irəlidir. 2, 5. 2-yə uyğundur 3, 6. 2, 5, 3, 6 və 1, 4. Doğru cavab C variantı. Sonra 16-cı suala baxaq. Deyir ki, A və B məntəqələri arasında qurşaq vaxt fərqini tapın. Mən qurşaq vaxt fərqi dediyinə görə ayrı-ayrılıqda yerləşdiyi uzunluqları 15 dərəcəyə bölürəm. Yerli vaxt desəydi, aralarındakı dərəcə fərqini tapardıq. Bu, baxıram ki, bura Greenwichdən sol tərəfdədir, bura Greenwichdən sağ. Deməli, bura qərb yarımkürəsidir, bura şərq. 45 dərəcəlik qərb uzunluğunu bölürəm 15-ə, 3 düşür, 45, qalıq 0 qalır. Ona görə heç nə etmirəm, amma aldığım cavabı qərb olduğuna görə 24-dən çıxıram. Edir 21-ci saat qurşağı. Sonra 63 dərəcəlik 63 dərəcəlik şərq uzunluğunu bölürəm 15-ə. Qurşaq vaxtını belə tapırıq. Verilən uzunluğu 15-ə bölürük. Düşür 4, 60 dərəcədir bu. Qalıq 3, qalıq kiçikdir 7.5-dən. Ona görə heç nə eləmirəm. Bu da eləyir 4-cü saat qurşağı. İndi mənə deyir, bunlar arasında neçə saat qurşaq vaxt fərqi var. Baxın, indi qoy bir dənə buranı təmizləyim. Burada kiçik bir şey çəkim, onu daha aydın izah etmək üçün. Baxaq, deməli,
Biz dedik ki 0-24-cü saat qurşağı eynidir. Bura yazıram 24-cü saat qurşağı. Bura yazıram 23-cü saat qurşağı. Bura 22-ci saat qurşağı. Bu da bizim aldığımız 21-ci saat qurşağı. Və digər variantda da aldığımız saat qurşağı 1, 2, 3 və 4-cü. Gəlin görək bax. Bu saat qurşaqları arasında neçə saat fərq var? Bunu tapmaqdan ötürü yoldaşlar. Bax 21 ilə 24 arasında nə qədər fərq var? 21 ilə 24. 1, 2, 3. 3 saat buradan. Baxın 4, 5, 6, 7. Deməli 21 ilə 23 arasında 3 saat fərq var. 24 ilə 4 arasında da 4. 3 buradan 4 buradan ümumilikdə 7 saat. Doğru cavab C variantı olar. Sonra 17-ci suala baxaq. Yorulmamısınızsa təbii ki. 17-ci sualda bizə deyir ki, vaxt fərqi 120 dəqiqə olan A və B məntəqələri arasında məsafəni kilometrlə hesablayın. Hesablayaq. Mən 120 dəqiqəni dərəcəyə çevirmək üçün bölürəm 4-ə. 120 bölünsün 4. Edər 30 dərəcə. Və ekvator üzərində hərəkət elədiyimə görə mən 30 dərəcəni vururam 111-ə. Edir 3330 kilometr. Doğru cavab E variantı. Necə elədik? Baxın. Dəqiqədən dərəcəyə keçdik. 4-ə böldük. Dərəcədən də kilometrə. Ekvator üzərində 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. Bəs onda 30 dərəcə neçə kilometrdir? Tənasüb də qura bilərik. Və yaxud da elə 30-u birbaşa vururuq 111-ə. Edir 3330. 18-ci suala baxıram. Deyək ki, A və B məntəqələri arasında yerli vaxt fərqini. Baxın, burada qurşaq vaxt fərqi dediyinə görə mən məntəqələri ayrı-ayrılıqda 15-ə böldüm və aralarındakı vaxt fərqini tapdım. Amma burada yerli vaxt fərqi deyir mənə. Baxın, yerli. Ona görə mən bunlar arasında dərəcə fərqini tapıram. 95 çıxılsın 45 bərabərdir. 95-dən 45-in çıxanda qalır 50 dərəcə. Dərəcəni dəqiqəyə çevirməkdən ötürü 50-ni vururam 4-ə. 50 vurulsun 4, 50 dərəcə vurulsun 4 edir 200 dəqiqə. 200 dəqiqə bilirsiniz nə deməkdir? 60 dəqiqəmiz 1 saatdır da, düzdür. Onda bu 200 dəqiqəni mən 3 saat 20 dəqiqə yaza bilərəmmi? Bəli, yaza bilərəm. Deməli o olur, doğru cavabımız B variantı. Daha sonra onun başqa bir yolu da var. Baxın, başqa bir yolu deyəndə. Mən nə qədər aldım? Mən aldım demək aldım 200 dəqiqə. Amma elə eləmirəm. Baxın, indi başqa bir şey. Deməli 95-dən 45-in çıxdım, aldım 50 dərəcə. Düzdür. 50 dərəcəni bölürəm 15-ə. Düşür 3. Bax bu 3 mənim saatım olur. Yazıram qarşısına tez saat. 3-ü vururam 15-ə eləyir 45. Qalıq qalır 5. Aldığım qalıqda vururam 4-ə. Edir 20. 3 saat 20 dəqiqə. Bax bu aldığım qalığı da vurduğum 4-ə olur dəqiqə. 3 saat 20 dəqiqə. Yəni elə də eləyə bilərik, belə də. Sizə necə rahatdır, hansı rahatdır o şəkildə gedə bilərsiniz, eləyə bilərsiniz. Daha sonra 19-cu sualdan davam eləyək. 19-cu sualda bizdən nə istəyir? Deyir ki, A, B, C məntəqələrinin müvafiq olaraq hansı saat qurşağında yerləşdiyini müəyyən edin. Eləyək. A məntəqəsi ilə B məntəqəsi, baxın, Greenwichdən sol tərəfdədir. Deməli, bura qərb uzunluğudur. C məntəqəsi isə sağ tərəfdədir. Bura şərq uzunluğudur. Bildik, bunu bildik. İndi gəl dənə-dənə eləyək. 75 bölünsün 15 düşür 5. 75 eləyir. Bu da qalıq 0. Qərb uzunluğunda olduğuna görə mən aldığım cavabı 24-dən çıxıram. 24 çıxılsın 5, 19. Deməli, A məntəqəsi 19-cu saat qurşağında yerləşir. 35 bölünsün 15 düşür 2, 30. Qalıq qalır 5. Qalıq kiçikdir 7,5-dən olduğuna görə heç nə eləmirəm, amma aldığım cavabı qərb uzunluğu olduğu üçün 24-dən çıxıram, eləyir 22. Deməli 19, 22. 45 dərəcəni də yenə bölürəm 15-ə, düşür 3. Bu edir 45, qalıq 0. Şərq uzunluğunda olduğu üçün heç nə eləmirəm. Elə 3 mənim doğru cavabım olur. 19, 22 və 3. 19, 22 və 3. Doğru cavab nə olar 19-cu sualda? Təbii ki, D variantı olar. 20-ci suala nəzər yetirək.
Deyir ki, ekvator üzərində 60 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində yerli vaxtla saat 13:00-dır. Həmin məntəqədən 9990 kilometr şərqdə yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edək. Burada bir qeyd edək nəyi? A məntəqəsini qeyd edək. A məntəqəsində saat 13:00-dır. A məntəqəsi yerləşir 60 dərəcəlik şərq uzunluğunda. Bax, bura məntəqəsidir. Və mənə deyir ki, həmin məntəqədən 9990 kilometr və ekvator üzərində. Baxın, ekvator üzərində. Ekvator üzərində 1 dərəcəmiz 111 kilometrdir. Bəs 9990 kilometrimiz neçə dərəcədir? 111-ə bölməklə bunu tapırıq ki, bu da 90 dərəcə imiş. Baxın, mən 90 dərəcə şərqə gedirəm. Gəlin görək 90 dərəcə şərq vaxt fərqi ilə neçə saatdır? 90-ı saata çevirmək üçün bölürəm 15-ə, düşür 6, 0. Qalmadı mı? Elə 6 saat. Deməli, saat mən şərqə doğru gedirəm. Baxın, şərqə. Şərqə doğru getdikcə vaxtımız həmişə irəli gedir. Şərqdəki məntəqə qərbdəki məntəqədən irəlidə olmalıdır. Çünki birinci günəşi o görür. Ona görə 13:00-dan 6 saatda gedirəm qabağa. Hara gedib çıxıram? 13:00 o da 6. 19:00. Baxın, 19:00 doğru cavab Y variantı olar. Sonra 21-ci suala baxaq. Bakıda yerli vaxtla saat 20:12-dir. Nə gözəl. Digər şəhərdə isə saat 14:00-dır. Bizə deyir ki, bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Mən bura bir Bakını qeyd edirəm. 50 dərəcə şərq uzunluğu və mənə deyir ki, yerli vaxtla saat 20:12-dir. Digər şəhərdə isə saat 14:00-dır. Baxın, mən baxıram ki, Bakıda artıq axşamdır. Digər məntəqədə isə günortadır. Deməli, bu məntəqə hələ günortada Bakıda axşamdırsa, bu məntəqə Bakıdan qərbdə yerləşən bir məntəqədir. Bunu bildik. Amma gəlin görək neçə dərəcə qərbdə yerləşir. Bunu necə taparıq bəs? 20:12, bu da 14:00. Gəlin görək bunlar arasında nə qədər fərq var. Baxın, 14:00 ilə 20:00-a qədər biz getsək, bax 15, 16, 17, 18, 19, 20. 6 saat eləyir, düzdür? Və 12 dəqiqədə burada var hələ. 12 dəqiqədə burada var. Deməli, bunlar arasında 6 saat 12 dəqiqə fərq var. Gəlin 6 saat 12 dəqiqəni çevirək dərəcəyə. Yenə deyirəm, bax, 6 saatı çevirərəm dəqiqəyə, 12 dəqiqəni də gələrəm üstünə. Aldığım cavabı bölərəm 4-ə. Və yaxud da nə edərəm? 6-nı vuraram 15-ə. 6 vurulsun 15. Çünki 1 saat 15 dərəcə dönür. Bəs 6 saata nə qədər dönür? 90. 12 dəqiqəni də bölərəm 4-ə. Düşər 3. 90 o da 3. İkisi bir yerdə toplayaram. 90 üstə gələk 3 edər 93 dərəcə. 93 dərəcə. Mən 50 dərəcəlik şərq uzunluğundan qayıtmalıyam 93 dərəcə geriyə. 93 dərəcə. Bax, 93 dərəcə. Qayıtmalıyam geriyə. Baxın, 50 dərəcə şərq uzunluğundan Greenwichə qədər, yəni 0-a qədər gəlsəm, artıq elə bunun 50 dərəcəsi gedər. 93-ün 50 dərəcəsi gedər. Yerdə nə qalar? 43 dərəcə. Elə 0-dan da bu tərəfə keçərəm 43. Amma baxın, Greenwichin soluna keçdim. Onlar qərb uzunluğu. 43 dərəcə qərb uzunluğu. Yaxud da başqa bir yolunu deyim sizə bunun. 50 çıxılsın 93 bərabər deyil -43. Əgər aldığınız cavabın bu hissəsində mənfi varsa, dərəcədə mənfi ola bilməz axı. Bu deməkdir ki, sən olduğun yarımkürədən əks yarımkürəyə getmisən. Şərqdəsənsə qərbə getmisən. Şimaldasansa cənuba getmisən. Ona görə 43 dərəcə. Mən 50 dərəcə şərq uzunluğundaydımsa, -43 o deməkdir ki, sən 43 dərəcə qərb uzunluğundasın. Ona görə doğru variantımız olar 21-ci sualda A variantı. Daha sonra dayanmadan keçid alaq neçənci suala? 22-ci suala. Kiyev şəhəri 50 şimal enli və 30 dərəcəlik şərq uzunluğunda yerləşir. Kiyev yerli vaxtla saat
07:00 olarsa, bu vaxt Londonda yerli vaxtla saatı müəyyən edin. Heç mənə yenə deyirəm, saat qurşağıdır, yerli vaxtı enli istəmirəm. Sadəcə uzunluqlarla işləyirik burada. Deməli, Kiyev şəhərinin yerləşdiyi uzunluğu qeyd eləyək. Kiyev şəhəri yerləşir 30 dərəcəlik şərq uzunluğunda və Kiyev şəhərində saat 7-dir. 07:00. London şəhəri isə bildiyimiz kimi Greenwich keçdiyi şəhər 0-cı meridiandır. Bunlar arasında baxıram ki 30 dərəcə şərq, bu da qərbə doğru gedir. Amma baxın, şərqdən qərbə qayıdıram. Deməli mənim saatım geri getməlidir. 07:00-dan biraz da geri getməliyəm. Nə qədər? 30 dərəcə şərq uzunluğunu 30 dərəcə şərq uzunluğundan 0 dərəcəyə gedirəm. Yəni bunlar arasında 30 dərəcə fərq var. Bölərəm. Mən dərəcədən saata keçmək üçün 15 dərəcəyə bölərəm bunu. Niyə? Baxın, 1 saat 15 dərəcə fırlanır. 30 dərəcəyə neçə saat fırlanar? Taparam ki 2 saat fırlanar. Bura 07:00 idisə mən 2 saat qayıdıram geri. 7-dən 2 çıxanda qalır 5. Deməli 5:00. Variant olaraq isə mənim doğru cavabım D variantı olmuş olar. Sonra 23-cü sualdan davam edək. 23-cü sualda deyir ki, meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu müddət ərzində yer kürəsi öz ox ətrafında neçə dərəcə dönər? Yer kürəsi öz ox ətrafında 15 dərəcəni dönür 1 saata. 1 saata. Bəs yaxşı, neçə dərəcəni 7 saata dönər? Təbii ki, 15-i 7-yə vurarıq, edər 15-i 7-yə vuranda 105 dərəcə. A məntəqəsi 6-cı saat qurşağının orta meridianından 6 dərəcə qərbdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu müəyyən edin. Edək, baxaq. 6 dərəcə 6-cı saat qurşağının orta meridianını necə tapırdım? 6 vururdum 15-ə. Edir 90 dərəcə şərq uzunluğu. Mən şərq uzunluğundan 90 dərəcə şərq uzunluğu. Qərbə qayıdıramsa bunu azaltmalıyam. Çünki 90 dərəcənin bu tərəfi 89 dərəcə, 88, 87 azala gedir. Yəni 0-a yaxınlaşır da, belə deyim. Neçə dərəcə qayıdıram? 6 dərəcə. Yəni 90-dan 6 çıxıram, edir 84 dərəcə şərq uzunluğu. Burada da variant gizləndi. Doğru cavab 84 dərəcə şərq uzunluğu C variantındadır. C variantı mənim sualımın doğru cavabı olar. 25-ci suala nəzər yetirirəm. Deyir ki, 170 dərəcə şərqdə yerləşən A məntəqəsində 13 fevral saat 16:00 olarsa, 170 dərəcəlik qərb uzunluğunda yerləşən B məntəqəsində bu zaman hansı gün və saat neçə olar? Baxaq. Təbii ki, bax, bu sualda indi belə bir şey deyirəm sizə. Nə deyirəm? Birinci növbədə 180 dərəcəlik meridianı qeyd edirəm. Bunu mən əvvəlki dərslərimizdə də demişəm ki, 180 dərəcəlik meridianın şərqi və sağ tərəfi qərbdir, qərbi şərqdir. Bu tərəfi və bura qərbdir. Bura yazıram 170 dərəcə qərb uzunluğu. Burada yazıram 170 dərəcə şərq uzunluğu. Mənə deyir 170 dərəcəlik şərq uzunluğunda 13 fevral saat neçədir? Saat 16:00-dır. Tapın görək deyir 170 dərəcə şərq uzunluğunda ayın neçəsidir və saat neçədir? İlk növbədə fikir veririk nəyə? Mən 180 dərəcəlik meridianı keçirəmsə mənim günüm dəyişməlidir. Baxın, şərqdən qərbə keçirəm. Şərqdən qərbə keçirəm. Bu zaman mənim günüm bir gün geriyə getməlidir avtomatik. Mənim günüm bunların üzr istəyirəm. Bura qərb uzunluğudur. Qərb uzunluğu, bura şərq uzunluğudur. Əslində belə olmalıdır. Səhv yazmışam burada. Deməli, bircə dəqiqə buranı bir dənə təzədən buranı deyim. Baxın, 180 dərəcəlik meridianın qərb tərəfi şərq uzunluğu olur. Bura
170 dərəcə şərq uzunluğudur. Burada 13 fevral saat 16:00'dır. Düzdürmü? Burada 170 dərəcə qərb uzunluğudur. Qərbi şərq, şərqi qərb. Burada istəyir bizdən saat. İndi mən 180 dərəcəlik meridiandan şərq yarımkürəsindən qərb yarımkürəsinə keçdim. Deməli, mənim günüm 1 saat geri, bir gün geriyə getməlidir. Yəni burada 13 fevraldırsa, burada olmalıdır 12 fevral. 12 fevral. Amma qərbdən şərqə doğru gedirəm deyə, baxın qərbdən şərqə doğru gedirəm deyə, vaxtım irəli getməlidir. Nə qədər getməlidir? Buradan bura qədər 10 dərəcə, buradan bura qədər də 10 dərəcə. 20 dərəcə edər də ikisi bir yerdə. Bunu vuraram 4-ə, edər 80 dəqiqə. 80 dəqiqə nə deməkdir? 1 saat 20 dəqiqə deməkdir də. Burada 16:00'dsa, 10 üzərinə 1 saat gələm 17:00, 20 gələndə 17:20 edər. Deməli, vaxtım olur 12 fevral, saatim olur 17:20. Niyə görə? Bax, bir də deyirəm. Mən buradan bu tərəfə keçdim. Şərq yarımkürəsindən qərb yarımkürəsinə keçdim deyə bir gün avtomatik düşürəm geri. 13 fevral idisə oldu 12. Amma vaxta baxın, saata baxın. Mən qərbdən şərqə doğru gedirəm. Qərbdən şərqə doğru getdikcə şərqdəki məntəqə qərbdəki məntəqədən irəlidə olmalıdır saat etibarilə. Düzdürmü? Ona görə 16:00'ın üzərinə 1 saat 20 gəlirəm. Edər 17:20. Keçdik 26-cı suala. Xarici ölkədə səfərdə olan dostunuz sizə zəng vurarkən orada yerli vaxtın saat 14:30 olduğunu söylədi. Deyir ki, həmin vaxt Bakıda 22:00 idi. Həmin vaxt Bakıda 22:50 idi. Dostunuzun olduğu yerin coğrafi uzunluğunu müəyyən edin. Edək. Birinci növbədə mənə verilən koordinatları qeyd edeyim. Baxın, xarici ölkədə olan dostunuz sizə zəng eləyəndə orada 14:30'dur, amma Bakıda hələ 22:50'dir. Deməli, bu məndən geridədir da hələ. Burada 14:30'dur. Bakıda yerləşir 50 dərəcə şərq uzunluğunda və burada da saat 22:50'dir. Baxın, bu məntəqə geridədir hələ. Burada axşamda, amma burada hələ gün ortadır. Deyir ki, dostunuzun olduğu yerin coğrafi uzunluğunu tapın. Gəlin görək bunlar arasında nə qədər vaxt fərqi var? 22:50, 14:30. Təbii ki, bunlar bir-birindən çıxsaq 20 dəqiqəmiz buradan gələr. 8 saatımız da buradan gələr. Deməli, bunlar arasında nə qədər vaxt fərqi oldu? Bunlar arasında oldu 8 saat. 20 dəqiqə vaxt fərqi oldu. İndi gəlin 8 saat. 20 dəqiqəni çevirək dərəcəyə. Mən 8-i vuraram 15-ə. Edər 120. 20 dərəcəmizi də 20 dəqiqəmizi də bölərəm 4-ə, düşər 5. 120 bu da 5. Deməli 125 dərəcə fərq var bunlar arasında. Mən 50 dərəcə şərq uzunluğundan 125 dərəcə qayıdıram geri. Yenə də baxın, 50 çıxılsın 125 bərabərdir -75. O deməkdir ki, mən keçdim qərb uzunluğuna. 75 dərəcəlik qərb uzunluğu. D variantı olar doğru cavab. Daha sonra 27-ci suala nəzər yetirək. Deyir ki, hər birindən daha doğrusu 4440 kilometr məsafədə yerləşən A və B məntəqələri arasında neçə dəqiqə zaman fərqi olduğunu müəyyən edin. Mən baxıram 4440 kilometr ekvator üzərindədir də, düzdür? Bu zaman 4440-ı bölürəm 111-ə, düşür 40 dərəcə və mən dərəcəni çevirmək istəyirəm dəqiqəyə. Bölürəm, vururam 4-ə, edir 160 dəqiqə. 160 dəqiqə nə deməkdir yoldaşlar? 160 dəqiqə o deməkdir ki, 2 saat, düzdür? 2 saat 40 dəqiqə. 2 saatımız 120, bu da 40, 160 dəqiqə eləmir. Və yaxud da 60 verib də 160 dəqiqəni verib bizə.
Daha sonra 28-ci suala baxıram. Bakıdan 270 dərəcəlik azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını müəyyən edin. 270 dərəcəlik azimut qərb deməkdir. Bakıda yerləşir 50 dərəcəlik şərq uzunluğunda. Bakıdan 6 saat 52 dəqiqə geri gedirəm mən. 6 saat 52 dəqiqəni çevirirəm dərəcəyə. Necə çevirirəm bunu dərəcəyə? Baxaq. Birinci növbədə 6-nı vururam 15-ə. 6 vur 15 edər 90. 52-ni bölərəm 4-ə, düşər 13. 13 dərəcə buradan, 90 dərəcə də buradan. İkisi bir yerdə edər 103 dərəcə. Mən 50 dərəcəlik şərq uzunluğundan 103 dərəcə qərbə gedirəm. Nə edər? Mənfi 53 eləyər. Yəni yenə də mənfi varsa nə dedik? Keçdik bu tərəfə. 53 dərəcə qərb uzunluğunda neçənci saat qurşağında yerləşdiyini tapmaq üçün 53-ü bölərəm. Baxın qərb uzunluğudur ha bu. Bölərəm 15-ə. Nə düşər? Düşər 53-ü 15-ə böləndə düşər 3. Düşər 45. Qalıq qalar 8. 8 böyükdür 7.5-dən olduğuna görə üzərinə 1 əlavə eləyərəm. Edər 4. Qərb uzunluğunda olduğuna görə aldığım cavabı, yəni 4-ü 24-dən çıxaram. 24 çıxılsın 4, 20. 20-ci saat qurşağı C variantı olar. 29-cu suala baxaq. Bakıda yerli vaxtla saat 07:00 olarsa, ondan 2989 kilometr şərqdə yerləşən məntəqədə yerli vaxt saat neçədir? Yenə Bakı deyir bizə. Bakını biz çox görəcəyik hələ. Bakı 50 dərəcə şərq uzunluğundadır. Saat da səhər 07:00'dır. Yerli vaxt vaxtla saat 07. Bakıda ondan şərqdə 2989 kilometr. Baxın, Bakı 40 dərəcəlik enlikdə yerləşir deyə 2989-u bölməliyəm 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğuna. Deməli, nə edirəm? Baxın, bir də deyirəm. 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğuna 2989'u bölürəm 85,4'ə. Düzdür? Çünki 1 dərəcəlik paralel nə qədərdir? 85,4'dür də 40'da. Deməli, bölürəm 85,4'ə. Düşər 35 dərəcə yoldaşlar. Yəni mən deyir ki, yerli vaxtla saat neçədir deyir burada. Şərqdəki məntəqə Bakıdan irəlidə olduğuna görə və 35 dərəcəni gəlin çevirəyin dəqiqəyə. Mən 35 dərəcəni vuraram 4'ə. 35'i 4'ə vuran edər 140. 140 o deməkdir ki, 2 saat 20 dəqiqə. Bakıda saat 07:00 olsa, onun üzərinə gəlirəm 2 saat 20. Deməli, 07 saat 7'nin üzərinə 2 saat 09, o da 20. 09 20. Baxın, C variantı. Bakıda yerli vaxtla saat 08:32-dir. Digər şəhərdə isə 11:00-dır. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Yenə baxın, bu şəhər avtomatik biz bilirik ki, Bakıdan qərbdədir. Niyə? Bakıda artıq axşam üstüdür, amma burada hələ saat 11:00-dır. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir və burada saat 18:32-dir. Digər məntəqənin yerləşdiyi uzunluğu bilmirik, amma saatı bilirik ki 11:00-dır. Gəlin görək bunlar arasında nə qədər fərq var? 7 saat 32 dəqiqə fərq var. 7 saat 32 dəqiqə fərq var. İndi bu 7 saat 32 dəqiqəni mən çevirirəm dərəcəyə. 7'ni vururam 15'ə, eləyir 105. 32'ni bölürəm 4'ə. 32'ni 4'ə eləyir 8. 105 o da 8. İkisi bir yerdə edir 113 dərəcə. Mən 50 dərəcə şərq uzunluğundan 113 dərəcə qaydıram geriyə. 50 çıxılsın 113 edir -63. -63 odur ki, mən hansı yarımkürəyə keçdim? Şərq yarımkürəsindən qərb yarımkürəsinə keçdim. Digər 30 testi isə bu videonun ikinci hissəsində inşallah sizlərə qeyd edəcəm.